Hindar qəsəbəsində Azərbaycanın milli qəhrəmanı Etibar İsmayılovun doğum günü münasibətilə tədbir keçirilib. Milli qəhrəmanın adını daşıyan Hindar qəsəbə 1 nömrəli tam orta məktəbində təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən məktəbin direktoru Rauf Rəhimov qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan və onun gənc nəslə örnək olan vətənpərvərliyindən bəhs edib. Daha sonra Ağcabədi rayon icra hakimiyyəti başçısı aparatının müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şöhrət Orucov və Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin zabiti kapitan İlkin Aliyev çıxış edərək dövlətimizin şəhid ailələrinə və qəhrəmanlarımızın xatirəsinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi vurğulayıblar. Tədbirdə milli qəhrəmanın döyüş yoldaşları keçmiş xatirələrini bölüşüb, qardaşı vəfadar İsmayılov isə ailəsi adından göstərilən ehtirama görə təşkilatçılara minnətdarlığını bildirib. Tədbirin bədii hissəsində məktəblilərin ifasında vətənə, qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirilib və ədəbi bədii kompozisiyalar nümayiş etdirilib. Qeyd edək ki, 1964-cü ildə Ağcabədinin Hindar qəsəbəsində doğulan Etibar İsmayılov 1990-cı ildə vətənin müdafiəsi üçün könüllü olaraq cəbhəyə yollanır və Ağdam batalyonunun tərkibində kəşfiyyatçı kimi fəaliyyət göstərir. 4 yanvar 1994-cü ildə Xocavənd istiqamətində mühasirəyə düşən silahdaşlarını xilas etmək üçün sonuncu qumbarası ilə özünü düşmən tankının altına ataraq şəhadətə ucalır. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli 86 nömrəli fərmanı ilə Etibar Bəyləroğlu İsmayılov ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb.